Salam, bugün mən kitab dəftər dükanındayım və orada burlok cənnətinə düşmüşəm. Xüsusən də burloka həvəsi olanlar üçün çox maraqlı olar, mənə elə gəlir. 2 manat 50 qəpiyə, 2 manata burloklar var. Lol xoşlayan sevir, həvəskarlar. Qiymətləri 2 manatda çox yaxşı. Vaxtı var idi, bunları mən baha götürürdüm, baha alırdım. Qızım, var stiçli var, ha? Xoşa gələni var, götürüm sənin üçün. Maraqlı belə buruluklar var. Bu nədir belə? Bu maraqlı bir şeyləri. Zootopiyanın legolardır. Qiymətləri 2 manatdadır. 2 manatda çox yaxşıdır ya. Bu şəhərdir. Mən bilirəm, belə başa düşürəm ki, şəhəri yığırsan. Qızım, sən də mənim yanımda nə istəyirsənsə bax buna. Yaxşı alır. Böyle Dovşanın evi var, binası. İstəyərsən belə prinsesanın başnyası. Səndə var Lego, onun içinə qoymaq üçün. İstəyərsən? Ola, prinsesanın başnyası. Gel o tarafta da. Orada burada belə mandalalar var. Qiymətləri yaxşıdır, 1 manatda. Bura gəl, mandala istəyirsən. Gəl görüm, mandala istəyirsən, götürüm sənin üçün. Fərqli, rəngləmək üçün. İstəyirsən, bax, şəhərlər var. Gör hansı xoşuna gəlir, götürüm. Bilmirəm, hansı seçim. Məncə bir tane bundan götürsəm yaxşı olar. Bloknot sevənlər üçün 3 yaşda Wednesday'in bloknotları 3 manata, baxın. Seçimlər çoxdur. Biz uşaq vaxtı belə maraqlı şeylər olsaydı, gəl sən də baxmasan da bax. Görün nə qəşəng bloknotlardır. Neçədir bunlar? 5.60'dır. Arasında bölmək üçün, yəni vərəqləri ayırmaq üçün hissələri də var. Bu əla bir şeydir. 5.60'da. Nisbətən daha sadə. Mən işə istəyərəm günlük ayırmaq üçün. Nə maraqlı bloknotlardır bunlar. Rənglərə baxın hələ. 7.20. Приключения девочек. Qızlar üçün əyləncə. Maraqlı bir şeylərdir. Sən də bax, gör nəsə xoşuna gəlirsə götürüm sənin üçün. Yaxşı. Kniga moих секретов. Bizim gündəliklərimiz olurdu. Bizim günlüyümüz olurdu. Bax, o tip. 9.60'a. Lap balacalar üçün belə bloknotlar qulaqlı. Eskizlər üçün sketchbook var, baxın. 2.20. Qiymətləri çox yaxşıdır. Bunların içərisi nədir bilmirəm. 15 manata. Maraqlı incik boncuk. Karobuçkalar. Bunlar çox maraqlı bir şeylərdir. Məsəl üçün xaladenikada yazıb yapışdırmaq nə lazım? 1 manata çox yaxşıdır, yəni qiymətləri. Kitabın arasına qoymaq üçün zakladkalar. Sonra göstərərəm mən nələr də almışam. Nələr seçim etmişəm. Çox qəşəngdir. Görün necə rəngli. Kızlar, buraya buradadır spikerler. Bizim istediğimiz. Gel. Böyle formalı bir eləyəm. Gözde buna bakıyoruz.
Bunlar plasturlarla. Telefonda. Böyle içinde boksları da var. Maraqlı. Hər ölçüləri. Qiymətləri də 3 euro çox yaxşıdır yəni. Düşünürəm ki, hədiyyəlik içinə xeyli şey yığmaq olar. 3 euro çox yaxşıdır. Belə güllü də var. Sevgililər günü getdi 2 əlim. Heç bilmirdim belə bir şeylər var burada. 4.50. Çox maraqlıdır bu. Xüsusən də xanımlar üçün gəlir. Çoxlu termoslar. Yaxşıdır, maşın üçün qoyma. Düzü bu uşaqlar üçündür. Amma arada bir adam özü istəyir belə əyləncəli bir şeylər olsun. Mən belə bir şey istəyirdim almaq. Qatlana bilən, nəsə düzəldilə bilən. Evdə lazım olur uşağın düzəltməyə, oynatmağa. Balaca gözlər, nəsə düzəldəndən sonra 80 götür. Düşünürəm, çox yaxşıdır. Baxın, belə bir şeylər. Nəsə düzəltmək üçün maraqlılar. Nəsə düzəltmək. Məsəl üçün, bunlarla pişik, it, maraqlı şeylər düzəltmək olur. Qiyməti də yaxşıdır, məncə 2 manata. Həmçində baxın, belə toplar, şarlar. Qızım, bax, burada başqa rənglər də var. Gör, hansı rənglər xoşuna gələ bilər. Bəlkə, bax, belə rənglər var. Əslində götürdüyümüz kimi qarası var. Bu, məncə də. Bir də baxaq başqa şeylərə də. Maraqlı belə çantalar var, uşaqlar üçün naborlar var. Çox qəşəngdir. Görünə geçən bokslardır, uşaqlar üçün hədiyyəli. Uşaq doğulanda 5 manata, 5 manat üçün məhv edirdim. Ümid edirəm, üzrlər söhbət edərlər. Belə padarıçlı paketlər də var. 60 qəpiyə. 60 qəpiyə, 1 manata. Çox qəşəng qiymətlər. Renkli, fərqli, hər cürə zövqü 70 qəpiyə. Hətta içki xoşlayanlar üçün, məsəl üçün çaxır və s. qoymaq üçün qiymətini görməli. Bura bildiyimiz boks dünyasıdır. Çox qəşəngdir. Penallar. Hədiyyəli paketlərin içində olduğumuz üçün. Kağızlar. Penallar. Qızlar üçün, oğlanlar üçün. Hər cürə qiymətdə var. Mən qiymətdən yaxşı olması mənim xoşuma gəlir. Yəni hamı ala bilir. Ən sevdiyim oyun növləri. Stol üstü oyunlardır. Mən hətta paylaşmışdım bundan bağlı bir də oyun. İstəsəz keçid edin baxın səhifəmdən. Stol üstü oyun forması paylaşmışdım. Mouse idi. Uşaqlar üçün. Telefonları çox yorulmaqdansa, arada bir ailə ilə gözəl vaxt keçirmək üçün stol üstü bu tip iqralar daha məncə məqsədə uyğundur. İnanın, uşaqlar da bir-birlərinə o qədər çox bağlanırlar oyun ondan da. Hətta valideynlərlə aralarındakı bağ da bərkiyir. Güvən hissi yaranır valideyninə qarşı. Çalışın, vaxt keçin uşaqlarla, oynayın. Belə fotoaparatlar var, 5 manata. Lol iguşkalar. Kapibaranın domika. Bura ümumiyyətlə neçə dənə yerində fikir verdim. Bilmem, kamerada göstərdim yoxsa. Kapibara cənnətidir. İçinə ruçkalar, qələmlər, xanımlar üçün də bilmem, beləncini istifadə edənlər ya yox. Balaca salfetkalar. Neçədir bundan baxın? Maraqlandım, bunları 2.25'ədir. Şəkilli var.
Belə içindən yumuşaq yumuşaqlar var. Maraqlı. Belə salfetkalar var. Sol üstü 1 manata. Belə kermitlər var. Ürəyim gedib personajdan ötürü. Xüsusən də bunun məşhur memlərindən ötürü. Beləçində ventilator var. Mənim elə də sevmədiyim labubular. Anlamıram o oyuncaqları, nədir baxın. Niyə var o axı? Nə mənası var onun? Belə yaş salfetkalar, mən bunu axır vaxtlar çox sevirəm. Yer az tutur uşağın çantasında. Bir dənə. Məktəblər üçün budilniklar. Kapibara. Burada ışıqların yanması üçün stol üstü lampalar. Hələ Lego dünyası. Həmçinin maşın üçün, uçuş üçün boyun ardına qoymalı olan ergonomik balışlar, çətirlər və qızlar üçün cənnət, balaca qızlar üçün, kokoş qızlar üçün, üzük cənnəti. Bir dünya üzük. Həmçinin hədiyyəli ev üçün çərçivələr, həm də istifadə üçün. Stitch'də bir dünya stitch. Fincanlar. Bu çok geçenkli. Ne geçenkli, çok şirin. Baktın, beğendin neyse. Bu ne güzeldi. Bu süperdi. Bu çok geçendi. Belə universal bir çaşka. Hətta qulpuna da bax, tutma. Bunu yerine koyak sındırmadan. Böyle pişikli, kedicikli. Benim kimi çok kızlar için xüsusən maraqlı bir adım. Ben ümumi bunlardan görmemişim. Böyle renkli. Çalışın həmişə istifadə edə, renkli bir şeylerden istifadə edəsiniz. Əhvalınızı açacaq. Benim şu negatifini götürün. Qəhvəyi renkli var. Bantikla. Bunu bilirsiniz də, Lucifer'də bunun adı, bu Zoluşka'da olan, Cinderella'da olan qəddar pişik. Yeganə qəddar pişik var, quşlar 7.50, qiymətdə çox keçəndir. Anti-stressdir ya bu ya. Pingvinlər, neçədir? 17 manat. Bu neçədir? Neçədir bu? Çox şirindir bu. Burada belənçinə gözəl bir ara mən amigurumi toxumağı, yəni bunları amigurumi deyirlər, toxumağı həvəs edirdim və edirdim. Qızım üçün toxuyurdum. 30 manata. Çox gözəldir, çox qəşəngdir. Kim toxuyubsa əllərinə sağlıq. Çox xoşuma gəldi. Diana Stos. Görün nə gözəl toxuyubdu. Grinch edibdi. Çox qəşəngdir. Bu arada yenə də deyim, bu heç bir reklam deyil, əməkdaşlıq deyil. Mən sadəcə insanlara kömək məqsədlə bunu edirəm və mənə maraqlıdır bunu etmək. Çok güzel rüsicikler, pinguinler. Bu aralar dəbdədir. Biz nəyi seçdik onu sonra göstərərik sizə. Digərlərini də göstərdim sizə. Böyük quşlar, utkanoslar. Zveropolis'teki dovşan, tavşancık. Kapibaramız. Arkasında avokadosu tabii ki. Avokado az qala milli tərəvəzimiz olubdu bizə. Belənçinin paqqaları var. Bu arada mən gəlib belə bir paqqalı unutdum.
Sənədləri və sair səliqəli yığmaq üçün belə lazımdır. Uşaqlar üçün çantalar, bloknotlar, hətta şəkil çəkmək üçün və yaxud da yazı yazmaq üçün belə bir desklar var. 4.90 yazıbdır onlar. Məncə o birisi bu daha yaxşıdır. Kimsə alırsa o daha yaxşıdır. Çox rahat bir şeydir məncə belə şeylər. Balacası 2.90. Taxtılın olan nə qəşəngdir. 1.70. Forun içinə bura vərəqi keçirirsiniz və nəsə yazı yazanda, şəkil çəkəndə rahat yazırsınız. Balaca mini planşetdə, buna planşet deyirlər əslində. Planşet yalnız tokla, yəni istifadə olunan planşetdə rəssamlar dilində bilirlər. Planşetlər həm də şəkil çəkmək üçün 55 manata. Yine belə çərçivələr. Qiymətdə düşünürəm çox yaxşıdır. Haradasa sifariş elətdirmək bahadır. Mən yerlər bilirəm, onlar çox baha edirlər. Amma hazır çərçivələr götürmək. Çalışın həmişə bu tip yox, sadə çərçivələr götürün. Sadə çərçivələr şəkilləri qəşəng göstərir. 2.90-a. Onlar neçədir? 5 manata. 5 manata düşünürəm ölçüsünə görə çox yaxşıdır. 30-un 40-adır. Burada isə kətanlar da var. Mən heç bilmirəm kətanı. Toqara kətan 2 manata. Bu kətan neçədir? 4.50. Artıq üstündə şəkil hazırdır. Qara kətanlar 9-a, 1.30-a, 2-yə, 2-yə. Qiymətlər yaxşıdır kətanların. Bu böyük kətanınız neçədir xanım? Bu böyük kətan neçədir? 14 manat, çox yaxşıdır. Neçədir bu? 60-ın 90-ı. 60-ın 90-ı. Bilməyənlər üçün deyim, kətan yağlı boya ilə işləmək üçündür, akrillə. Kiminsə həvəsi varsa, gəlib burada maraqlana bilər. Kiminsə hədiyyəli stol üstü. Avadanlıqlar 75 azana. Burada belə çoxlu balaca oyuncaqlar da var. Belə balaca kukulkalar. Bunları mən ki, özümə, uşağıma tövsiyə eləmirəm, sizlərə də tövsiyə eləmirəm. Belə maraqlı. Bu bülənçini də göstərdi oldu. Nakleykalar var. Uşaqlar düz məndən sonra fərqli-fərqli. Güzgülər. Vay stakanları, kofe stakanları, qızılı renkli, 32 manat. Çok yaşam stakanlardan. Gitti ya, gitti manat. Önce maraqlıdır. Kapibarası var. SpongeBob çok maraqlıdır. Rəngi qəşəngdir. Mənim telefonum qəşəng vermir rəngləri. Həyatda daha qəşəngdirlər. Ne güzel sarı renkdə. 9.90. Həyatda həqiqi çox gözəl sarıdır. Mən nəsə arada bir baxıram kadra. Kadrada heç də yaxşı düşmür. Tom Jerry'li, Gubka Boblu. 10.50'ye. Çox bir mağazadır. Yəni qəbul özünüzə baxa bilərsiniz, ala bilərsiniz. Aman Allahım, necə eybəcər yıqışqadır. Bu niyə alasan? Niyə var olsun bu? Yine broklar. Flomaster, marker dünyası. Çoxlarına xoşuma gəlir uşaqların. Böyle steplerlər, plasterlar, pulqablar, portmanalar. Qiymətlər də yaxşıdır. Uşaqlar üçün də 1.50'ye. Burada çoxlu belə boyalar var. Yağlı boya üçün, guaş üçün. Neçədir? 3 manata. Balaca pozanlarda. Uçkalar. Yani çok şey var. Bu kadar hamısını bilməyəcəm. Çoxlu uçkalar, dəftərlər, fərqli-fərqli. Arkada da kitablar da var.
gəlib baxmağa dəyər. Əgər sizə maraqlıdırsa, kanalıma abunə olun, məni like etməyi unutmayın. Yəni mənim üçün mən bunu heç bir şey üçün etmirəm. Sadəcə kömək olmaq üçün edirəm sizlərə. Evdə oturan xanımlar var, hansı ki onlar üçün maraqlıdır ki, kimsə onlar üçün baxsın, nələrisə araşdırsın və gəlib onun haqqında nəsə paylaşım etsin. Bəlkə məktəbli qızlar var, çatdırmırlar, imtahan hazırlıqlar var və s. Mən göstərirəm. Amma abunə olsaz, like etsəz, mənə kömək etmiş olarsınız, həvəsləndirmiş olarsınız, sırf motivasiya xarakterlə. Mən belə yerlər daha da çox axtarıb arayaram sizin üçün. Paylaşımlar edərəm. Belə kitab dünyası demək olar.